Gələn dəfəyə hansı olacaq? İranda qeyd edərsiniz zəhmət olmasa. Gələn dəfəyə necə? Gələn dəfəyə hara qədər olacaq? Bir də testinə işləyək. Onları da deyərsiniz. Hə, gələn dəfəyə inşallah dəyişkənliyə qədər olacaq. Baxarıq da ona aid testimiz olsa onu da verər. Deməli. Fizika varınızdır. Bəli. Fizika varınızdır. Sanırım işimiz biraz olmuş çətin. Heç bir dərsdə belə olmur. Sizin bəxtiniz niyə belədir? Hər şey gecikdir. Mən yeniləmə də verdim. Tamam. Demək. İlmiyyatçı mənim imtahana genetikada düşəcək. Oktyabr. Doğrudan genetika demişkən, bugün güvəni sınağı olur. Gedən olurmu? Güvən yox, OTP-yə gedəcəm. Bugün sınava kim gedib? Heç kim. Tamam. Getməmişəm. Tamam. Başlayaq. Gedəndə kim ki sınağa getsə xəbərləsin mənə. Yoxlayaq bir müzakirə edək. Deməli, əsas məsələ şey soruşmuşdum mən cinsiyyətlə ilişikli irsiyyəti. Bəli. İzah da eləməmişəm düzdür? Aha. Tamam. Cinsiyyətlə ilişikli irsiyyətdən başlayaq. Cinsiyyətlə ilişikli irsiyyət. Yəni, biz adətən keçdiyimiz çarpazlaşmaların bir çoxu autosom xromosomlar vasitəsilə nəslə ötürülən əlamətlərlə bağlı olur. Amma hal-hazırda qeyd elədiyimiz cinsiyyətlə ilişikli irsiyyət, yəni cinsi xromosomlarla X və Y cinsi xromosomları ilə nəslə ötürülən əlamətləri biz öyrənərik. X xromosomu ilə ötürülən əlamətlər. Bir neçə əlamət var. X xromosomu ilə ötürülən əlamətlər. Hansılardır bunlar? Bir, pişiklərdə qara, sarı və alabula rəng. Alabula rəng. Burada bilirik ki, pişiklər məməlilər sinfinə aiddir, məməlilərdə dişilər homoqamit, erkəklər isə heteroqamitdir. Müəyyən eləyək ki, görək dişilərdə hansı rənglər ola bilər, erkəklərdə hansı rənglər ola bilər. Burada qara böyük B ilə, sarı kiçik B ilə göstərilir. Alabula isə böyük B, kiçik B ilə göstərilir. Və biz bu əlamətləri X, Y cinsi X xromosomların daha doğrusu, yəni X-dən ötürülən əlamət olduğuna görə X xromosomunun üzərində qeyd edirik. Əgər dişi pişiklərdirsə, ya olacaq X böyük B, X böyük B, ya olacaq X böyük B, X kiçik B, ya da X kiçik B, X kiçik B. Burada böyük bir qeyd elədiyimiz kimi qaradır.
Böyük B, kiçik B artıq, yəni natomun dominantlıq formasında biz bunu götürə bilərik, alabuladır. Və kiçik B sarı rəngdir. Deməli, dişi pişiklərdə bu əlamətə görə 3 cür fenotip ola bilər. Amma erkəklərdə, yəni dişilərdə XX-dir, bunun qabağında qeyd edeyim. Erkəklərdə X, Y-dir. Burada bir dənə X xromosomu olduğu üçün biz sadəcə bir X-ə görə bu əlamətləri qeyd edərik. Ya X böyük B, Y olacaq, ya da X kiçik B, Y olacaq. Burada artıq böyük B və kiçik B-nin bir yerə düşmək ehtimalı yoxdur. Çünki bir X xromosomuna malik olurlar. X böyük B, Y qaradır. X kiçik B, Y sarıdır. Bu onu göstərir ki, erkək pişiklərdə bu əlamətə görə 2 fenotip, dişi pişiklərdə bu əlamətə görə 3 fenotip. Bu 1. Pişiklərdə qara-sarı alabula rəng. 2. İkinci əlamət insanda hemofiliya geni. Hemofiliyanı, yenə də məsələn biz qadınlarda hemofiliya resessivdir deyim ki, hemofilik kiçik H, sağlam böyük H ilə göstərilir. Və qadınlarda bu xəstəliyə görə hansı formalar ola bilir? Ya X böyük H, X böyük H-dır. Bu tam sağlamdır. Ya X böyük H, X kiçik H-dır. Bu daşıyıcıdır. Fenotipcə sağlamdır. Yəni, qan laxtalanması problemi yoxdur. Amma genotipcə kiçik H genini daşıyır. Ona görə buna biz daşıyıcı deyirik. Ya da X kiçik H, X kiçik H. Resessiv əlamətlər bildiyimiz kimi homozigot vəziyyətə gəldikdə onlar öz əlamətini üzə çıxardır. Yəni, bu artıq hemofilikdir. Hemofilik, yəni xəstə. Kişilərdə bir dənə X olduğu üçün, yəni bayaqlar pişikdə qeyd edildiyim kimi, ya X böyük H, Y-dir, ya da X kiçik H, Y-dir. X böyük H, Y sağlamdır. X kiçik H, Y xəstədir. Daltonizm var, 3. Daltonizmdə eyni ilə hemofiliyada olduğu kimidir. Sadəcə biz onu başqa hərflə, yəni D hərfi ilə bəzən göstərirlər. Yenə də dominant olanda sağlam olur, heterozigot olanda, yəni böyük D, kiçik D olanda daşıyıcı olur, kiçik D, kiçik D olanda xəstə olur. Kişilərdə ya X böyük D, Y sağlamdır, ya X kiçik D, Y xəstədir. Və bir də əzələ atrofiyası. Bu deyir ki, X xromosomda yerləşən bir genin funksiyasının pozulması nəticəsində əzələlərdə baş verən xəstəlikdir. Yəni, o gen təsir edir əzələlərdə, bu problem yarana bilir. Bu, X ilə ötürülən əlamətlər, yəni genetikada biz X cinsi xromosomu ilə ötürülən bu əlamətləri öyrənirik və qaldı Y cinsi xromosomu ilə ötürülən əlamətlər, onlar daha azdır. Deməli, Y ilə ötürülən. Y ilə ötürülən nələrdir? Biri qulaqda tüklülükdür. Yəni bəzi insanlarda qulaqda normaldan çox tük olur. Bu Y ilə ötürülən əlamətdir. Bir də dərinin balıq dərisi kimi pulcuqlu olması. Balıq dərisi kimi pulcuqlu olması. Bu da belə. Növbəti izah edəcəyim məsələ qan qrupları ilə bağlıdır. Qan qruplarını biz insan biologiyasında keçmişik. Sadə şəkildə keçmişik, belə deyək də, insan biologiyasında lazım olacaq qədər. Amma biz genetikada biraz bunun daha dərin formasını öyrənərik.
Qan qrupları nəyə əsasən müəyyən olunur? Bunu mən solda göstərəcəm. Deməli, eritrosit və plazmaya əsasən. Eritrositdə A və B zülalları ola bilir. Plazmada anti-A, buna alfa da deyirik, bəzən alfa ilə göstəririk və anti-B olur. Buna da beta deyirik. A və anti-A bir qanın tərkibində olmamalıdır. Yəni bizim həm qan qrupunun tərkibini müəyyən eləməkdə, həm də qan köçürmə prosesində biz bu prinsipi nəzərə almalıyıq. Həm də B və anti-B bir qanın tərkibində olmamalıdır. O cəhətdən biz qan qruplarını qeyd eləsək, birinci qrup eritrositdə A və B yoxdur. O cəhətdən plazmada alfa və beta var. İkinci qrup A var, B yoxdur. Plazmada əksinə, yəni A varsa alfa yoxdur. Alfa yox, beta var. Üçüncü qrup A yoxdur, B var. Və plazmada alfa var, beta yoxdur. Dördüncü qrup A və B hər ikisi var. Plazmada alfa və beta yoxdur. Bu normal prinsip. Yəni qanın tərkibini müəyyən eləsə birinci qrupda, ikinci qrupda, 3-4-də nələr var, nələr yoxdur. Buna həm də qan köçürməni də biz buna əsasən deyərik. Onu da deyim, bu qeyd edeyim. Demək, məsələn, biz normalda deyirik ki, normal qan köçürməni biz eritrositə əsasən, yəni belə deyək, normal qan köçürmə. Normal qan köçürmədə deməli, donorun eritrositi resipiyentin plazması nəzərə alınır. Resipiyentin plazması. Resipiyent nədir ki? Resipiyent qan alan. Donor qan verəndə resipiyent qan alandır. Nəzərə alınır. Yəni, məsələn, biz deyirik ki, birinci qrup insan 1-ə, 2-yə, 3-ə və 4-ə qan verə bilər. Amma ikinci qrup insan 1-ə qan verə bilməz. Ya 2-yə verir, ya 4-ə. Baxaq ki, ikinci qrup 1-ə niyə verə bilməz? İkinci qrup 1-ə qan verir, məsələn. Biz baxırıq ki, dedik ki, donorun eritrositi ikinci qrupun eritrositi. Baxaq, ikinci qrupun eritrositi nədir? A var orada. B yoxdur, amma A var. Birinci qrupun plazmasında nə var? Alfa və beta var. Bax, görürük ki, biz yuxarıda qeyd elədik, A və alfa bir yerdə olmamalıdır. İkinci qrupun eritrositində A var, birinci qrupun plazmasında alfa var. Burada A və alfa bir yerə düşdüyünə görə burada eritrositdə parçalanma baş verir və insan ölümünə səbəb olur. O cəhətdən ikinci qrup birinci qrupa qan verə bilməz. Yəni bizim qan köçürmə mexanizmimiz buna əsasən. Bəzən son dövrlərdə demin bəzi qəbullarında plazmaya əsasən qan köçürmə də deyir. Plazmaya əsasən olsa əksinə olur. Plazma köçürülməsi əksinə olur. Necə əksinə? Biz normalda deyirik, bir bütün qruplara verir, yalnız birdən alır. Orada bir bütün qruplardan alır, yalnız birə verir. 4 bütün qruplara verər, yalnız 4-dən alır. Normal bildiyiniz qan köçürmə sxeminin əksinə olaraq biz bunu yadda saxlayacaqsınız. İndi bunu silib keçirəm genetika hissəsinə. Bu, yəni demək olar ki, insan biologiyasına aid olan hissə idi. Genetika hissəsində qan qrupların fenotipləri və genotipləri.
Yenə qan qrupları qeyd edək. Qan qrupları fenotip və genotip məsələsi. Əgər rezus amilini RH ilə işarə edirik. Nəzərə alınmasa, yəni mənfi müsbət nəzərə alınmasa. 4 fenotip. 4 fenotip hansıdır? Birinci qrup, buna 0 qrupu da deyirik. İkinci qrup, buna A qrupu da deyirik. Üçüncü qrup, buna B qrupu da deyirik. Dördüncü qrup, buna AB qrupu deyirik. Və dominant resessivliyə görə A və B sıfıra nəzərən dominantdır. Ona görə ikinci qrupda A0 olanda, yəni belə deyək, o ikinci qrupa malik olur. Genotip A0 və ya genotip B0 olanda o üçüncü qrupa malik olur. Sıfırı orada biz nəzərə almırıq. A ilə B amma bir-birinə nəzərən qeyri-tam dominantdır. Ona görə AB qrupu artıq başqa bir qrupdur. Bu 4 fenotip və genotip genotip 6 genotip olacaq. 6 genotip hansıdır? Birinci qrup 0-0 və ya bəzən I üstündə 0, I0 belə də qeyd edirlər, fərqi yoxdur. Yəni belə normal şəkildə yaza bilərik. İkinci qrup 2 cür genotipdir. Biri AA-dır, biri A0-dır. Üçüncü qrupda 2 cürdür. Biri BB-dir, biri B0-dır. Dördüncü qrup 1 cürdür, elə AB-dir. Və sayanda baxırıq ki, 6 dənə genotip. Əgər RH nəzərə alınsa, artıq bizim 8 fenotipimiz olacaq. Nə üçün? Çünki 1-in mənfisi müsbəti, 2-nin mənfisi müsbəti bu şəkildə. 1 mənfi, 1 müsbət, 2 mənfi, 2 müsbət, 3 mənfi, 3 müsbət, 4 mənfi, 4 müsbət. Bu oldu 8 fenotip. Bir də genotip artıq 3-ə vuracaq altını. 18 genotip. Nə üçün 3-ə vuracaq? RH müsbət dominantdır. RH müsbət. Bunu biz böyük R ilə işarə edirik. RH mənfi resessivdir. Kiçik R ilə işarə edirik. Yəni, müsbət qan qrupunun müsbətin hansı formaları var? Böyük R bunun homozigot olduğu formasıdır. Bir də böyük R, kiçik R kimi forması var. Mənfi qan qrupunun yalnız kiçik R. Yəni, rezusa görə 3 cür genotip var. Biz burada solda qeyd elədiyimiz bu 6 genotipin hər birini 3 şəkildə yaza bilərik. Yəni, 0-0 böyük R. 0-0 böyük R, kiçik R. 0-0 kiçik R. Və digər 6 dənənin hər birini bu şəkildə yazsaq, 6 dəfə 3, 18 dənə olacaq. Hər birini yazmıram, ümid edirəm ki, siz onu başa düşün. AA böyük R, AA böyük R, kiçik R, AA kiçik R. A0 böyük R, A0 böyük R, kiçik R, A0 kiçik R. Bu şəkildə biz 18 genotipi qeyd edib yadımızda saxlaya bilərik. Bura qədər aydındır. Bəli. Yaxşı. Yəni, məsələlərdə də, məsələn, bizə sual verilə bilər ki, tutaq ki, ikinci qrup heterozigot qan qrupuna malik, məsələn, mənfi rezuslu bir insan. Artıq düşünürük, 2-nin heterozigotu nədir? A0. Mənfi rezuslusa deməli kiçik R. Həmin genotipi biz A0 kiçik R şəklində qeyd edirik. Məsələn, 4-cü qrup rezusa görə heterozigot genotipli valideynlə çarpazlaşır. Artıq 4-cü qrupdursa, deməli AB-dir. Rezusa görə heterozigotursa, deməli böyük R, kiçik R. Və çarpazlaşmanı aparıb nəticəni də biz ona əsasən müəyyən edə bilərik. Yəni 1, 2, 3, 4-dür. Yəni solda qeyd elədiyimiz 0, 0, AA, A0, BB, B0, AB-yə kimi müəyyən edə bilərik və müsbət mənfi olmasında böyük R varsa müsbətdir, kiçik R olarsa mənfi qan qrupu olaraq götürəcək. Mənim indi orada AB tərəfindən böyük A, bir də böyük B çıxır da, qamet olaraq. Erər demirəm hələ.
AB tərəfindən artıq burada qamət hesablayanda biz AB-ni ayrı qamət kimi götürmürük də. Yəni bunun qaməti var. A böyük R, B böyük R. A kiçik R, B kiçik R. Yəni bunun qamətini yazsaq 4 cür qaməti olacaq. Yəni necə ki biz Mendelin dihibrid çarpazlaşmasında böyük ya kiçik ya böyük və kiçik B-ni çarpazlaşdırırdıq. 4 cür qamət var idi. Bu da eyni şəkildə. Bəli, elə bunu deyirdim ki, AB bir dəfəlik düşmür də qamətə. Bəli, bir dəfəlik düşmür, biri düşür. A ilə R düşür, B ilə məsələn digər R və yaxud A ilə kiçik R, B ilə kiçik R. Bu tərəfdə solda məsələn biri homozigot olduğu üçün 2 cür qamət alacaq. Böyük ya kiçik R, 0 kiçik R. Ona nəsə demək istəyirsən? Sonuncunu bir dəfə də deyə bilərsiniz. Başa düşmədim bunu. Sonuncu hansı qeyd elədiyim çarpazlaşmanı? A0 RR bəli o. Bəli, yəni mən nümunə olaraq dedim onu. Dedim ki, məsələn, bizə hər hansı bir məsələ sualı düşsə ki, tutaq ki, ikinci qrup heterozigot qan qrupu mənfi rezuslu insan. Yəni ikinci qrupu azı biz solda bilirik ki, ya böyük A-dır, ya böyük A sıfırdır. Yəni ya A-dır, ya A sıfırdır. Əgər heterozigot desə, deməli biz o ikincinin heterozigotunu A0 götürərik. Və mənfi rezultat deyəndə biz onu kiçik yer götürürük və belə deyək də dihibrid çarpazlaşma, yəni iki qeyri-allel gen formasında yazırıq. A0 kiçik yer. Məsələn dedik ki, digər bir valideynə də AB, yəni biz desək ki, 4-cü qrup rezusa görə heterozigot genotipli fərq, o da 4-cü qrup AB-dir, rezusa görə heterozigotdur, böyük yer, kiçik yerdir. Və bunu məsələn tutaq ki, biz soldan belə yazsaq, bunu da böyük A, kiçik R, 0, kiçik R. Fərz eləyək ki, məsələn, mən ərəb stili yazdım sağdan sola məsələsi. Yəni, məsələn, biz bunları birləşdirsək, olacaq böyük A, böyük R, kiçik R, A0, böyük R, kiçik R. Məsələn, burada gələcək AB, böyük R, kiçik R. Burada olacaq B0, böyük R, kiçik R. Yəni, bu şəkildə bir çarpazlaşmanı yazıb doldura bilərik. Rezus bəs nə oldu? Rezus qeyd elədik də, rezus R ilə göstərilir də, rezus da bunun tərkibindədir də. Ümumiyyətlə o nədir də? Rezus eritrositdə olan digər bir zülaldır. Yəni həmin zülal olduqda eritrositin tərkibində biz o rezusu müsbət götürürük. Həmin zülal olmayanda mənfi götürürük. Yəni indi nə əhəmiyyət daşıyır, yəni onun sözünüzü biz orta məktəbdə keçmirik. Sadəcə o zülal varsa biz həmin qan qrupunu müsbət götürürük, yoxdursa mənfi götürürük. Amma biraz yəni mənfi qan qrupları gec rast gəlindiyi üçün, yəni gec tapıldığı üçün, yəni hansı insanlardakı qan qrupu mənfidir, onlar yəni xəstələnəndə, məsələn qan ehtiyacı olanda onların işi biraz çətin olur. Aydın? Əgər davam eləyəm genlərin qarşılıqlı təsiri ilə. Deməli, genlərin qarşılıqlı təsiri. Yəni, əsas olaraq genlərin, biz belə bir Mendeldə bir şey keçmişdik, sərbəst paylanma qanunu. Hər bir gen ayrı-ayrı bir xromosomda yerləşir və həmçinin hər bir gen ayrı bir əlaməti tənzimləyir. Yəni, bir gen bir əlaməti idarə edir. Biz Mendel qanunlarında səhv eləmirəmsə, belə bir müddəa da var idi orada bir nömrələmədə. Bir gen bir əlaməti idarə edir və yaxud bir gen bir əlaməti tənzimləyir. Amma burada artıq bir gen bir əlaməti deyil. Ya bir neçə gen bir əlaməti tənzimləyir, ya bir gen bir neçə əlaməti tənzimləyir. Yəni, burada müxtəlif formalar var. Bunun da bir forması, komplementardır. Komplementar təsir. Komplementar təsirdə noxud misalında, ətirli noxud bitkisi misalında öyrənirik. Ətirli noxudda əgər iki dominant gen, yəni A və B ilə göstərilir də adətən. Dominant gen hər ikisi varsa, bu noxud bitkisinin rəngi olur qırmızı. İkisi də var. Amma
Biri var, biri yoxdur. Yəni, məsələn, A var, B yox. Məsələn, B var, böyük B var, böyük A yox. Və yaxud böyük A və böyük B-nin heç birisi yox. Bu halda, istənilən halda bu olur ağ rəngdir. Ağ çiçək. Yəni, məsələn, tutaq ki, böyük A, böyük A, böyük B, böyük B. Olacaq qırmızı. Böyük A, böyük A, böyük B, kiçik B. Olacaq yenə qırmızı. Böyük A, kiçik A, məsələn, böyük B, böyük B. Olacaq qırmızı. Görürük ki, həm böyük A, həm böyük B var, deməli qırmızıdır. Göstərsək, məsələn, kiçik A, böyük B, kiçik B. Böyük B var, amma böyük A yoxdur. Bu deməli ağ rəngdir. Aydın? Bu komplementar təsirdir. Yəni, noxud misalında burada fenotip sayı 2-dir. Fenotip 2. Hansıdır? Ağ və qırmızı. Biri qırmızı, biri ağ. Genotip sayı əgər 2 diheterozigot fərdi çarpazlaşdırmışıqsa, 16 kombinasiya alınıbsa, 9 dənə genotip olacaq. Genotip 9. Amma nisbət desək, nisbət olacaq 9-un 7-yə fenotipdə. Genotipdə nisbət, necə ki, Mendel çarpazlaşmasında var idi, 4 bölünsün 2, bölünsün 2, bölünsün 2, bölü 2, 4 dənə 2, 4 dənə də 1 formasında nisbət göstərə bilərik. Bu belə, bu komplementar təsirdir. Bir də epistatik təsir var, ada dovşanı misalında, onu da göstərək. Deməli, 2. Epistaz. Epistaz nədir? Epistaz bir gen digər bir genin təsirini zəiflədir. Yəni, burada ada dovşanı, yəni epistazı biz adi dovşanlarda yox. Ada dovşanı dovşanın bir növüdür. Ada dovşanı. Burada qara rəng var. Qara rəng böyük S ilə göstərilir. Və bir də qaranı zəiflədən var. Qaranı azaldan. Böyük A var. Bir də kiçik S var, ağ rəng. Yəni, kiçik S nə deməkdir? Pigmentin olmaması. Yəni, qara tünd rəngli pigmentin olmasıdır. Kiçik S pigmentin olmamasıdır ki, bu halda ağ rəngdə olur. İndi biz genotiplərdə necə müəyyən edək ki, nə zaman qara olur, nə zaman qaranı azaldan olanda artıq burada boz rəng yaranır. Yəni, əgər böyük S varsa, və onu zəiflədən böyük A da varsa, bu zaman boz rəng olur. Əgər böyük S varsa, onu zəiflədən böyük A yoxdursa, sadəcə kiçik A-dırsa, bu rəng olur qara. Yox, böyük S ümumiyyətlə yoxdursa, kiçik S-dirsə, digər tərəfdə nəyin olmasına asılı olmayaraq olur A. Yəni, çarpazlaşmada da siz bunları nəzərə alırsınız əsasən. Demək, nə edirsiniz, necə düşünürsünüz bunun üçün? Tutaq ki, bizə deyir ki, boz rəngli diheterozigot dovşan. Boz rəng nədir? Böyük S olsun, dedik, böyük A da olsun. Diheterozigotsa, deməli burada böyük S, kiçik S, böyük A, kiçik. Qara heterozigot. Bu nə deməkdir? Qara nə idi? Böyük S ilə kiçik A-nın olması. Deməli, burada heterozigot tərəf S tərəfə aid olan. Böyük S, kiçik A, kiçik A. Çarpazlaşmada, yəni qamət əmələ gətirmə adi Mendeldə necə edirsə, burada da eyni şəkildə. Qamətləri alırıq, çarpazlaşma aparırıq. Fenotip burada 3 fenotip ola bilər maksimum. Yəni, genotip əgər 2 diheterozigot fərdi çarpazlaşdırmışıqsa, 9 genotip ola bilər. Nisbət. Fenotip nisbəti 9 bozdur, 3 dənə qaradır, 4 dənə ağdır. Və genotip nisbəti yenə bayaq qeyd elədim, o 4 ilə başlayan 4 dənə 2, 4 dənə 1. Belə. Bu da oldu epistatik təsir. Və nə qaldı? Bir dənə orada polimeriya var.
Deməli, polimeriya. Polimeriyada deyir ki, məsələn, orada deməli bircə dəqiqə. Dəri rəngi ilə bağlı əlamat var. Dəri rənginin tündləşməsi və yaxud açıq olması deyir ki, dominant genlərin miqdarından asılıdır. Dominant genlərin miqdarı nə qədər çox olarsa, dərinin rəngi o qədər tünd olur. Məsələn, tutaq ki, A1, A1, A2, A2. Çarpazlaşdırırıq onu tutaq ki, kiçik A1, kiçik A1, kiçik A2, kiçik A2. Və nəticədə nə alınır? Böyük A1, kiçik A1, böyük A2, kiçik A2. Görürük ki, burada 2 dənə dominant gen var, 2 dənə resesiv gen var. Bu zaman dərinin rəngi tünd olur. Ya bərabər olsa, yəni belə deyək, dominant gen resesiv genlə bərabər və yaxud resesiv gendən çox olarsa, bu zaman rəng tünd olur. Yox, əgər orada resesiv genlər üstünlük təşkil edərsə, yəni məsələn, tutaq ki, kiçik A1, kiçik A1, kiçik A2, kiçik A2. Hamısı resesiv genlərdir. Bu zaman dərinin rəngi açıq olacaq, ağ rəngdə olacaq. Bu olur polimeriya, yəni əlamətin meydana çıxması üçün müxtəlif qeyri-allel genlərdə, yəni dominant genlərin miqdarının dəyişməsi ilə dərinin rəngi də dəyişir. Və axırda bir də pleiotropiya var. Yəni bu genlərin qarşılıqlı təsiri deyil, bu onun əksidir. Bir genin bir neçə əlamətə təsir etməsidir. Bunu dəyişkənlik mövzusunda da öyrənəcəyik. Yəni məsələn itlərdə deyir, tüklərin seyrək olması və dişlərin zəif inkişaf etməsi eyni bir genlə idarə olunur. Və yaxud göyərçinlərdə ayaqda lələklərin olması, barmaq arasında pərdənin olması ilə eyni bir genlə idarə olunur. Əgər deyir ki, tükləri seyrəksə, deməli dişləri zəifdir. Əgər barmaq arasında pərdə varsa, deməli ayaqlarında lələk var. Çünki onu idarə edən eyni bir gendir. Yəni bu varsa, o da ona bağlı olaraq əmələ gələcək. Müəllim, fizikaya gedə bilərik. Fizikaya gedə bilərsiniz. Bir dənə topludan görüm hələ nə işləyəcəksiniz. Çağırırıq Arjun müəllimimizi. Göndər link. Göndər. Peki qrupa səs asasız müəllim. Nə mənada? Yəni tapşırığı qrupa atasız da biz çıxaq. Siz 1-2 dəqiqə səbir edin, hər halda Arjun mənim heç nə deməz. Yəni testi görüm əgər nə qədər verəcəm, belə qrupa da səs göndərirəm. Deməli, genetika. Birinci genetika, birinci 193 dənəsini işləmişdik, düzdür? Onda ikinci test. 69 dənə test var. Onu işləyəcəksiniz. Tamam. Onu işləyəcəksiniz. Mövzunu dəyişkənliyə qədər öyrənirsiniz. Testi də genetikadan, topludan dedik ki, ikinci hissəni. İkinci bölməni daha doğrusu. Gələn dərs ola bilər. Yəni vaxtımız olsa, biraz da bəlkə artırdıq testə görə. Yəni biraz enerjimizi bol eləyərsiniz də belə deyək. Belə. Sualınız? Yoxdur. Tamam, onda mövzuda 2-3 dəqiqə qalıb siz fizikaya gedirsiniz. Sağollaşırıq. İnşallah ikinci günü görüşərik. Qrupumuz açıqdır. Kimin sualı çətinliyi olsa, yəni qrupa göndərə bilərsiniz. Əgər səs göndərməklə izah olunacaq bir şey olsa, əlimizdən gələn qədər çağır-çağır köməklik göstərir. Oldu müəllim. Sağ olun, gecəniz xeyrə. Sağ olun müəllim. Hələlik. Sağ olun müəllim. Sağ olun.